Salam, axşamınız xeyir olsun. Mənim əziz qardaşlarım, aslanlarım, şillərim. Ağciyərindən əziyyət çəkənlər diqqətli olsun. Çünki ağciyərin yedinka resepti var ki, demək olar ki, Ruslar, bir də ki, Türkiyə xalqı bu reseptdən istifadə edir. Amma mən bunu nə Ruslardan oğramışam, nə də Türklərdən oğramışam. Mən bunu öz kitabımdan oxumuşam. Mən bunu canlı yayında çoxdan da paylaşmamışam heç vaxt, bir-iki dəfədir. Yalnız yanıma gələn insanlara tövsiyə edirdim. İndi özümdə borc bildim ki, görürəm ağciyərindən əziyyət çəkənlər çoxdur. Ağciyərində ləkəsi olanlar, təngənəfəz olanlar, bronxlarında bəlğəmi çox olanlar, vərəm xəstələri, tuberkuloz xəstələri, asma xəstələri bu reseptdən istifadə ediblər, çox gözəl nəticə verir. Çox sadə bir reseptdir. Reseptin demək olar ki, uzaq başı 6 manat, 7 manat xərci ola bilər. Yəni, nədir bu? 2 dənə belə baş soğan olsun, tutsun 20 köpük. Qəşəng qabığını soğursan 2 dənə yeşil soğanın, ət başını çəkirsən, tökürsən tasın içinə. 200 qram balqabaq ləpəsi, yaşıl rəngdə boranın ləpəsi, qoz çəkəndə toz kimi elə blenderda tök həmən soğanın üstünə. 100 qramdakı noxud, adi noxudu, blenderda toz kimi elə tökkünə üstünə. Üçünü bir yerdə qəşəng qarışdırandan sonra 200 qram ya ağ tut doşabı, ya da üzüm doşabı. Qara xartut doşabı varsa lap bax belə olar. 200 qram doşabla qarışdır, yığ bankaya, qoy xaladenkə. Səhər yeməyindən 1 saat sonra 1 qaşıq yeyirsən. Axşam da yatandan sonra 1 qaşıq yeyi, ged yat. Ağciyərin super olsun. Yəni bu %100 reseptdir. Bunu TikTok'ta olan yumrubaşlar var, təbabətə ait şeylər paylaşanlar, ağızdana gələn paylaşırlar. Ne bileyim, bütün şişləri əridənlər, zatlar, boş-boş xərçəngi sağaldanlar, maşenniklər. Belə resepti bilməzlər bunlar, nə olan şeydir. Allah hamımızı var eləsin, Allah hamımızı səbəb eləsin. Video like edin, takip atın ki, mən də sevinim. Dağlarda, böyüklərdə qurt varsa, qurtu 4-5 günə məhv eləyən məcumuz da var. Övladı olmayan, faiz aşağı olan, cinsi zəifliyinə əziyyət çəkənlər isə bu gözəl məcunlardan zakaz eləyə bilər. Prostatın 1 nömrəli dərmanıdır. Yaşlı insanlarda da cinsi zəiflik problemini həll edir. Gədəbəy dağ balından da istəyənlər nömrəmə zəng vursun. 055 939 54 77.